Çingizxanın kiçik oğlu, məharətli döyüşçü Tuli, imperiyanın dağılmaması üçün taxt naminə mübarizə aparmadı. 1227-ci ildə Çingizxanın vəfatından sonra onu imperiyanın regenti seçdilər. Ümummilli Monqol qurultayında xanın seçimi getdi. Bölünmə baş verdi. Bəziləri Tuliyə, bəziləri isə Ugideyə səs verdilər. Tuli vətəndaş müharibəsinin olmaması üçün taxtdan könüllü surətdə imtina etdi. Şayələr gəzirdi ki, Tuli sınıb. Onun bu hərəkətini zəiflik, qorxaqlıq kimi qəbul etdilər. Bu şayələrdən məyus olan Tuli rahatlığı şərabda tapdı. Elə yaşlıqdan da vəfat etdi.